Hər vaxtınız xeyirli olsun əziz abituriyentlər. Ümid edirəm ki, istədiyiniz nəticəni əldə edibsiniz. Mən burada ingilis dilinin qrammatika suallarını sizə izah edəcəm. Getdik. Çalışacağım ki, qısa və aydın bir şəkildə izah edeyim. Gördüyünüz 9 Mart 2026-cı ilin suallarıdır. Mən burada ingilis dilinin qrammatika suallarını sizə izah edəcəm. Getdik. 7-də deyir opposite meaning. Deməli, nə istəyir? Əks mənalı sözlər. Baxıram, burada cavab B-dir. Strong, powerful sinonimdir. Mild, soft sinonimdir. Massive, large. Massive böyükdür. Deməli, bu da səhvdir. D-yə baxıram, sinonimdir. Cavab B-dir. 7B. 8. 8-ə baxıram. The girl. Girl, qız. Deməli, biz bizə qıza aid olan şey götürəcəyik burada. Cavab D-dir. Baxıram 8-ə. Complex, objektiv. To'lu və to'suz. Görürük, to işlənib bura. To varsa bizə nə let lazımdır, nə made lazımdır. Qalanları götürəcəm. 1, 4 cavab D. Deməli, burada D oldu, burada D oldu, burada B oldu. Keçdik 10-a. 10-cu suala baxırıq. Bax, ən yaxşısı. Baxdım bura best, üstünlük dərəcəsi. Görüm, harda var sonunda Z. A-da yoxdur, D-də yoxdur, B-də yoxdur. Y ilə C-də var. Baxıram ki, görürəm bu artikeldir. Deməli, isimdir. Deməli, bundan əvvəl yüzbaylı artikel olmalıdır. Yəni, Y-nə çıxdım, cavab C. 11-ə baxıram. 11-ə baxıram, deyir ki, deyir bəzi əşaratlar harmful, yəni ziyandır, bəziləri isə faydalıdır. Ona görə bat götürürəm, C. Burada da C. Baxıram 12-yə. 12-də olacaq 2, 4, 2, 4, 1, 6, 5, 3. Deməli, the girl have been making, sonra in the kitchen for 20 minutes. Cavab C. C. 13-ə baxaq. 13-də my news can speak French, but qoyubsa bir tərəf inkar, bir tərəf təsdiq. Cavab Y-dir. Bunlar səhvdir. 2 dəfə inkar. Bunlar ümumiyyətlə lazım deyil. Cavab Y-dir. Düzdür. 14-ə baxıram. Deməli, dürüst. Bu narahat olan deməkdir. Alertdə dəyişiklik deməkdir. Deməli, nə alırıq? 1-ə C, to annoy or worry somebody. 2-yə dürüst lazımdır bizə. O da 2A, 3B. Olur cavab B. Getdik 15. 15-ə baxırıq, mürəkkəb, compound baxdım. Erməli lazım deyil. Erməli deyirəm, burada hood var. Bax, hooda görə çıxdım, getdi. Sonra mentə görə C-yə də çıxdım. Sonra nesə görə D-yə də çıxdım. Qaldı Y variantı. B nəyə görə çıxdım? Burada Tion-a görə. Tion şəkilçisi var. A da etdi. 16-ya baxıram. 16-da baxdım. Deməli, when var. When-dən sonra gəlməz has. Bir də bundan sonra ki gəlmədi. Mübtəda gəlməlidir. When-dən sonra gəlməz has, had. C-lər getdi. Bir də mübtəda lazımdır. B-yə getdi. Cavab A. 17-də sual, deməli, interrogativ sentence, yəni sual cümləsi də belə deyək. Baxıram, bunlara eynidir onsuz da bura qədər. Baxıram, bizə köməkçi feil lazımdır. Y getsin, A getsin. Baxıram, burada bu səhvdir. Bunların arasında söz girməlidir. D də getdi. Baxıram, burada P2 yox. Bunların arasında did varsa da göstərir də keçmiş zaman olduğunu göstərir. Ona görə C də etdi, B. Bunların da variantlarını yazalım. A, Y. 18. 18-ə baxıram. Elə bu qaqaş düz yazıb. The professor talked to about da burada olmalıdır. Onun haqqında. About, olsun 7 mi? D variantı. Sonra 19. 19-a baxırıq. Deməli, zəm var və ən var. Deməli, hər iki tərəfi nə götürəcəyik? Müqayisəyə. Bu uşaq niyə bunu səhv yazı bilmirəm. Çox asandır bu. Deməli, burada C səhvdir. A səhvdir. Bizə lazım müqayisəyə. Bunlar ümumiyyətlə səhvdir. Bu niyə səhv görə səhvdir? Mor var, ikisi də var. Olmaz. Y səhv. Y düzdür burada. Y-ni götürdüm. 20-yə baxaq. 20. Deməli, 20-də nə olacaq? Baxın, burada deməli deyir ki, dəyişməsin də, məchul növədə pasiv voice olmasın. Ən çox feillərə baxsam burada. Yəni, went məsəl üçün gəlir. Məsələn, burada o məchula dəyişmək olur. Ona görə 1-də dəyişmək də olur, 4-də də dəyişmək olur. Məsələn, burada feilə baxsan da, məsələn, so, məsələn, gördü. Məsələn, bunu da dəyişmək olur. Amma fikir verin, 2-də 3-də dəyişmək olur. 2-dən 3 götürəcək, cavab C. 21-ə baxırıq. They will hurt you when you. Deməli, burada walk olacaq. Digərləri uyğun gəlmir. Gəldiyi zamandan B uyğun gəlir. Sonra 22-yə baxıram. 22. Deməli, burada nə olacaq? Deyir ki, sənin fikrincə cavab nədir?
Baxıram bura. Bat olmaz. Bir tərəfdə də inkar təsdiq olar. Ümumiyyətlə bu inkar olmaz, C olmaz, Y olmaz. Sonra nə deyim burada? Tu olmalıdır əvvəldə. Bu variant səhvdir. Bir daha tu olan A'dır. Çünki təsdiqdə tu olmalıdır. B də səhvdir. Yenə inkar var. D də olmaz çünki o inkarda gəlməlidir, sonda gəlməlidir. Ona görə onlara çıxdım. Asan. A variantı. A, B. Bu qədər uşaqlar. Çox sağ olun uşaqlar. İnşallah istədiyiniz nəticəni əldə edərsiniz. Abunə olmağı unutmayın. Təbii ki, bəyənməyi də, şərh yazma şərhlərinizi gözləyirəm inşallah. Paylaşmağı da unutmayın. Çox sağ olun. Görüşərik.